Ötən oyunlardan maraqlıların arasında bir də Arsenal Bavariya oyunu vardı. Hə, sezonun 2 ən güclü komandası üz-üzə gəlmişdi. 2 qoçun Hə, bir qazanda başı Emirates'ə qaynamadı. qaynamalıydı ya, qaynaya bilmədi. Hə. Daha doğrusu Bavariyanın başı qaynamadı. Birinci hissə hardasa bərabər getdi. Düzdür, ilk o başlayanda Arsenalın belə bir xassiyyəti var. Çox güclü bir pressing yaradır. Yəni çox belə yüksək pressinglə oynayır. Topa sahib olma faizi göstərirdilər. Az qala 60 neçə faiz Bavariyada idi. Amma dominasiya Bavariyada hiss olunurdumu? Yox. Yəni epizodları daim yaradırdı Top Arsenal. çox qalmırdı Bavariyada. Hətta mən sənə deyərdim, bir neçə epizod oldu ki, elə birinci hissədə də oldu, ikinci hissədə də oldu. Arsenal az qala bir 4 dəfə, 3 dəfə Bavariyanı bağışladı. Yəni Eze'nin o qapıya vurmadığı zərbəni bütün Arsenal aza keçdirə Neuer nə qədər bilər. top çıxartdı. Arsenal o momentləri bitirsəydi bəlkə Offside darmadağın xəttində olardı. çox güclü oynayırdılar. Offside xəttində. Bir şey verilirsə. Həm müdafiədə, həm mərkəzdə, həm Rivokları hücumda. çox şeydi. Yəni saxlaya bilmirdilər sanki. Bavariyada hiss olunurdu ki, yəni top wingerləri gəlib çatanda, həm Oliseyə, həm Gnabry'yə gəlib çatanda Tez qapanırdılar. driblingə və texniki hərəkətlərə az imkanlar yaradırdılar. Çox qapıyırdılar onları. Amma Arsenalın özünün əks hücumları olanda, Arsenal hücum eləyəndə həm qapağa qarşısına asma eləyə bilirdilər, kəsmələr eləyə bilirdilər, zərbələr endirə bilirdilər, mərkəzdən zərbə endirə bilirdilər. Bunu Arsenal unutmayaq, Kane'in üzərində çox güclü pressing var idi. Çox. Yəni top gələndə biri sağdan, biri soldan Kane artıq moment tapanmırdı ki, nəsə təhlükəli bir şey yaratsın. O dəqiqə dala ötürürdü. bilmirəm niyə görə 2 dəfə, bircə dəfə dəyişəndən sonra yenə eləmədi onu. Bir dəfə cinahlarını dəyişdilər. Gnabry keçdi öz ənənəvi sağına. Olise keçdi sola. Gnabry sağına keçən kimi bir dəqiqə sonra mərkəzə pas verdi, Karl vurdu. Yəni sonra mən gözləyirdim ki, Gnabry yenə davam eləyər orada. Eləmədi orada davam. Bilmirəm indi bu kompaniyanın öz qərarıdır, amma Üstəki Neuer çox çobud səhvi gəldi orada. Ona idi. Yəni hara çıxırsan? Çıxırsan da belə belə də yoxdur, o nədir? Özdə cinaha doğru qaçmaq lazımdır. Çünki sən cinaha doğru sürüşürsən, səndən topu qaçırdanda mərkəzə doğru atırlar topu. Mərkəzdə də 2 müdafiəçin qaçır da. Bilmirəm, bu yazmışlar Neuer bığ saxlamayaq, bu da bığla çıxmışdı. Dedilər ki, bığ düşərli. Bığ sənin düşərli olmadı.